Salam mənim əzizlərim, belə bir açılım eləyirik. Ağlınızdakı insan sizi itirməkdən qorxurmu? Zamansız zamana niyyət etdim. Video nə zaman qabağınıza çıxsa o zamana aiddir. Deməli, bu kart çox güc, niyyət, şans qapısını göstərir. O insanın sənə qarşı hissləri var, amma pasivdə deyil, hal-hazırda aktiv bir istəyi var. O vəziyyəti dəyişə biləcəyini, münasibəti yönləndirə biləcəyini düşünür. Çünki hər şey öz əlində olduğunu düşünür. Səni tamamilə itirmək fikri onun üçün mümkündür, amma qarşısı alına bilməyəcək bir enerji olmadığını düşünür. Real bir itirmə qorxusu enerjisi var. Xüsusilə emosional, fiziki bağlılıq güclüdürsə, səni onun həyatından çıxmış kimi təsəvvür etmək onu çox narahat edir. Bu kart hisslərinin açıq olduğunu göstərir. Enerji hələ bağlanmayıb, qapı açıqdırsa deməli səni itirmək istəmir. Əksinə, münasibəti davam etmə potensialı olduğunu bilir. Amma hal-hazırda bu kart göstərir ki, o insan sizdən geri çəkilib. Yəni, onun özünün daxili mübarizəsi var. Ola bilsin ki, siz hal-hazırda uzaqdasınız. Aranızda şəhər məsafəsi, yəni ki, görüşmürsünüz, yanınızda deyil həmin adam. Sizi itirməkdən qorxur, itirmə ehtimalı gündəmdədir və bu onu narahat eləyir. Ümumiyyətlə, ümumi götürsək, açılıma baxsaq, itirmə qorxusu var əlbəttə ki. Ancaq bu romantik şansı qaçırmaq istəmir. Düşünür ki, işlər yolunda gedir. Nəsə görüş istəyir, səyahətə çıxmaq istəyir. Yəni sizə tərəf yol almaq istəyir. Adım atmaq istəyir. Bu qədər mənim əzizlərim. Əgər video sizə toxundusa, bəyənməyi və paylaşmağı unutmayın.